Salam dostlar, necəsiniz, varınıq? Bugünkü bölümümüzdə bildiyiniz kimi e, yəni 31 may PSG ilə Inter maçı oldu. Və mən də belə bir şey qərarı aldım ki, yəni kim utsa, onu Soccer Champs karyeri eləyəcəm. Və dostlar PSG utdu. Bu gün sizlərlə birlikdə PSG karyeranısını eləyəcəyik. Və dostlar, çox uzatmadan başlayaq. Və dostlar, PSG karyeramız başladı. Doué var burada, 19 yaşında Doué, Dembele falan, Kolomuani, Barcola. Bizə dostlar oyuncular lazımdır, çünkü biraz zayıf takıma oxşuyur. Lee Kang-in var, Hernandez var. Lucas Hernandez PSG'den, yəni ilk 11'də oynamasını istəyirəm. Burada sağ bek yerinə dəyişim. Dostlar, mən ilk 11'i qurub gəldim. Və dostlar, qurdum ilk 11'i. Belə alındı. Məncə yaxşı bir takımdır dostlar. Və dostlar, mən istəyirəm ki, yəni sol bekdən bir dənə oyuncu transfer eləyim. Baxay buradan kimə təklif gəlib. Paçoya təklif gəlib dostlar, 22 milyon euroya. Sadaq geçsin, çünkü bizə pul lazımdır. Paço ilk 11'də oynadı, yox. Bizə sağ bek lazım deyil. Stoperi belə qoyaq. Bizə kim lazımdır? Dembele belə oynaya bilər, yox. Barcola. Dostlar, mən Barcola'nı satım, yoxsa yox. Meybayeni satdım. Barcola gedəcək məncə. Çünki Doué var. Barcola 38 milyon euroya gedir. Və Doué oynayacaq. Çünki Doué'yə yer verməliyik. Çünki gördüğünüz kimi dostlar, oyunda 2 dənə gol attı həmçinin. Çox güclü bir oyuncudur. Bir de dostlar, sol bekdə bir dənə oyuncu almalıyıq təzədən. Mudrik almayacağım, Pado almayacağım. Davidson almayacağım, Garnacho falan. Seçenlərdən baxayəli. Barcola, ayda yox. Matheus Tel alım. Neyse, 15 milyona aldım da bunu. 19 milyona Zaragoza gəlir. Zaragoza burada oynayacaq. Bir dənə oynatdaq. Çünki yenə təkliflər gələcək. Doué sakatlandı. Doué. Dembele buralarda oynuyor. Sonra kim lazım? Zaragoza, Lee Kang-in, Janeves, Zaragoza burada oynayacaq. Doué zədələnib. Bizə yaxşı bir səhifə oyuncusu lazımdır. Məsələn, kim ola bilər? Cristiano Ronaldo'nu alın.
sizcə iş görə bilər. Aldım getdi. 3.6 milyona Cristiano Ronaldo'muz gəldi dostlar. Cristiano Ronaldo'muz Kolomuani'nin yerini oynayacaq. Due Rez'də qalacaq. Donnarumma, Marquinhos, Emery, Ruiz, başqa əksilər var. Hernandez belə. Gözləyim dostlar, nədirsə mənə sol bek gözümə batdı. Mən Neymar'ı transfer eləyəcəm. O kadar çox dəyəri olmayan bir oyuncudur. Yəni 38 milyon dəyər var. Onda 48-50 milyon təklif eləyək. Olsun 51 milyon. Neymar Al-Hilal'dən PSG'yə transfer olur. Umarım yaxşı oyun sərgilər bizim üçün. Cancelo Ramos yerinə qalacaq Due belə. Neymar, Emery. Çox gözəl bir takım oldu mənim üçün gözümdə. João Neves təklif veriblər. 31 milyona João Neves Dortmund'a transfer olur. Ruiz, Kenjin, Due bunun yerinə Ramos gəlsin buraya. Cancelo Ramos. Aşraf Hakimi var. Hə, bir də bizə MO lazımdır. MO oyuncuları bizə lazımdır. Xavi Simons alınmı? Yox. Brahim yaxşı oyuncudur, onu alacağım. Və dostlar, Brahim Real Madrid'dən PSG'ye transfer olur. Və Ulusal Kupaması var dostlar. Onu oynayacağıq. PSG Cristiano Ronaldo. Və dostlar, kapak ekranı Cristiano Ronaldo olacaq. İndi onu düşündüm. İndi bu dəqiqə penaltılarda əlbəttə Cristiano Ronaldo. Burada Neymar eləmir. Dembele. Burada penaltılarda Neymar yox, Ronaldo. Burada da Ronaldo atacaq. Cristiano Ronaldo. Ruiz. Neymar. Hani Neymar. Donnarumma yox. Marquinhos, Aşraf Hakimi, Dembele. Çox yaxşı. Marsilya ilə maçımız var dostlar. PSG 3-0 qalibiyyətlə Marsilyanı evinə göndərir. PSG Lenslə Cristiano Ronaldo. Zaragoza qolunu atdı dostlar. Çox gözəl. Zaragoza. Ramos projesini. Bu niye bunu bura atır? Neyse. PSG maçı Zaire Emery golunu attı. Due. Cristiano Ronaldo çok güzel, çok güzel. PSG, Cristiano Ronaldo, Neymar, Aşraf Hakimi. Ronaldo burada oynayacaq, Neymar burada, Dembele burada. Çox gözəl üçlü oldu mənim fikrimcə. Due
burada oynayacaq. Stoperde kim? Safonov var. Məncə ehtiyac yoxdur. PSG. Haydi Neymar. Çox gözəl. Və oyunumuz var yenə PSG ilə. Neymar'la Ousmane Dembele golunu attı. Brest'le maçımız var. PSG çok güzel. Haydi PSG, Cristiano Ronaldo. Çok ağlar. Derecesi çok ağlar olacak. Brahim, Emery, Dembele, Brahim, Zaragoza, Bareldo. Hadi PSG, Neymar. Cristiano Ronaldo, Neymar. Çok hala. PSG. Cristiano Ronaldo. Milli maçımız var. PSG. Haydi PSG. Berabere kaldık. 31 puanla öndeyiz. Gol kralında Neymar 7. sırada. Ronaldo 6. PSG'nin Şampiyonlar Ligasında maçları göstereceğim size dostlar burada. Galatasaray var, keçərik. Dinamo Zagreb, Partizan, Stuttgart, Girona, Juventus biraz bizi zorlayacaq. Real Madrid və Liverpool. Məncə qruplardan çıxarıq mənim fikrimcə. Və dostlar, Şampiyonlar Ligasında Galatasarayla eyni qrupa düşmüşük yəqin ki. Və oyunumuz var Galatasarayla. Victor Osimhen, Yunus Akgün, Kaan Ayhan belə. Və dostlar PSG. Haydi Neymar. 2-1 uduzduq Galatasaray'a. Yani biz onlardan daha güçlü bir takımıq. Yani biraz qəribə oldu uduzmağımız. İbrahim onun yerini keçir. Neyse biz neyse səhv eləyirik, amma Galatasaray uduzmaq biraz onlar biraz zayıf takımdı ama neyse. Ruiz yeni sponsorlu. Lee Kang-jin gelsin o yerine. Dostlar, bu arada 9.8 güncəlləməsi gəlib. Mənim fikrimcə çox gözəl bir güncəlləmə alınıb. Sizin fikrinizcə necədir? Yəni orada oyuncusunun gəlməyi çox aydın bir şəkildə görünür. Və 1998 yəni efsane kartlar, əvvəlki oyuncular var orada. Ronaldo 13 yaşında, Zlatan İbrahimovic, yəni çoxlu oyuncular var orada. Mənim bəyəndiyim orada yəni oyuncusunun, yəni biz oyuncu alırıq, yəni o başqa cür bizə gəlirdi. Mən indi 9.5.1 oynayıram axı. 9.8-də oyuncu aldıqda başqa cür gəlir. Və Dinamo Zagreblə maçımız var dostlar. PSG, Brahim, Cristiano Ronaldo. Və dostlar, sizə çox təşəkkür edirəm.
Bilirsinizmi niyə? Çünki dostlar, mən dünən bir video attım və 21 izləndi və 7 like aldı. Sizə çox təşəkkür edirəm. Bir gündə bu qədər gücünüzün olduğunu bilmirdim. Çox təşəkkür edirəm. İnşallah siz də ünlü bir YouTuber olarsınız. O Neymar'a niye 10 nömrə verməyiblər? Neymar 78 nömrədir. İndi Neymar'a ne? Neymar. Ya 11 vereceğiz qaqam ya da 10. Neymar. Ayda. Neymar. Neyse 12 nömrə 12'de kalsın. 10 nömrə kimdədir? Heç olmasa 11 verin. Marco Asensio. Marco Asensio ile Neymar nömrələrini değiştim. PSG Zaire Emery. Neymar. Çok güzel. Neymar bugün estirir. Çok güzel oynuyor Neymar. Ronaldo o kadar yeni golünü görebilmedim. Ama Neymar onun daha yaxşı oynuyor. 19 maçta 10 gol çok güzel bir performanstır. Neymar 7. dəqiqədə. Vitinha. PSG maçı Neymar. Ronaldo hat-trick elədi. Və Neymar ikinci golunu da atır. Və dostlar, bizə yenə transfer olacaq. Dostlar, Kimpembe'ni satmağı düşünürəm. Onun yerinə çox gözəl bir transfer eləməyi düşünürəm Kimpembe'nin yerinə, ya da Kimpembe yedəklərdə ola bilər. Barellonu sataram ya da Hakimi qalacaq. Marquinhos, Donnarumma, Hernandez, ona baxacağıq. Neymar yaşlanır dostlar, Neymar. Stuttgart'da maçımız var. Cristiano Ronaldo, Neymar. Və dostlar 2 gol attı Ronaldo. Çox hala. Leykengin 81 over oldu. Vitinha onun yerində oynayacaq, Brahimin yerində. Bunlar yedəkdə qalacaq. Due 78 olub. Onu istəyirəm ki 80 olmasını istəyirəm bu gələn sezonda, yəni. Donnarumma zədələnib. Və Girona ilə maçımız var. Lucas Hernandez, Neymar. Yeni iş təklifi qəbul eləməyəcəyik, çünki bu PSG revoltdur. Və dostlar, Galatasaray belədir, yəni ilk 11-ni dəyişməyə belə ki. PSG, haydi PSG, Cristiano Ronaldo. Çok güzel. PSG, Cristiano Ronaldo yine attı. Neymar da her oyun atır yani. O oyunun yani atmadığı oyun görmemişim yani Neymar'da. 18 gol atıp 11 asist. Yani çok güzel bir performans gösterip.
Amma sarı kartı çoxdur mən bilən. Çünki qırmızı kart alıbmı? Yox. Ronaldo olub 5 dəfə. Deyəsən ən çox alandı. Haydi Ronaldo. Ronaldo. Golunu atır. Bir yükseldik. Vitinha, Zaire, Fabian, Ruiz ve Cristiano Ronaldo. Ayda Real Madrid'le maçımız var. Ay. Bu biraz çox çətin olacaq dostlar mənim fikrimcə. Biraz belə eləyək. Nətər eləyək. Ruiz belə. Məncə ilk 11'imiz yaxşıdır. Neymar, Ronaldo. Haydi PSG. Ayda. 1-0'la bizi tuttular. Neyse dostlar, ev yok olan şeydi. Her takımda PSG, Neymar, Cristiano Ronaldo. 6-0. Uttuk dostlar. Donnarumma yenə zədələndi. Ay Donnarumma, sən nə yirsən zədələnirsən. Hadi PSG uduzmayaq. Ayda PSG neynədin sən? Ayda kupada uduzduq. Neyniyək? Dostlar kupada uduzduq. Ayda. Heç olmasa ligi qazanar. Bəlkə alabilirik. Rahim oynayacaq. Arkadaşlar 7 tutduq. 90+5'də attılar. Duye 79 olub. Cristiano Ronaldo 28 gol atıp 13 asist eləyib. Neymar da həmçinin 20 gol atıp 15 asist eləyib. Liverpool'la maçımız var. 5-0. Ve 6-0 Liverpool'u uduruq. Çok güzel bir performans. Ve dostlar 23. dəqiqədəyik. Haydi PSG. Marquinhos, Cristiano Ronaldo ve 3-2. Ve yeni maçımız var. Buralar silah atlanacağım. Çünkü dostlar istəyirəm ki video 30 dəqiqədən aşağı olsun. Çünkü 30 dəqiqədən çox olanda yani insanlar çok izlənmir də dostlar. Ben istəyirəm ki 30 dəqiqədən az olsun ve izlənsin. Dostlar bəziləri deyir ki 8 dəqiqə olanda daha çok izlənir falan. Ama ben o kadar düşünmüyorum. Yani olabilir. Yani bazı YouTuber'lar eləsin, pul kazanırlar ama benim abonem az olduğu için yani mırtı seçirəm yani videoları. İstəyirəm ki abonem çok alsın. Oradan Azərbaycanın tanınmış YouTuber olmak istəyirəm. Yani benim dostlar 2 tane kanalım vardı. Biri 100 abone olmuştu, bağlandı. Biri de dostlar 50 abonesi var ama yine de açıktı. Dostlar o kanalımı göstermemi istəyirsinizsə bu videoya 10 like atın da dostlar. Bu videoya 10 like atın. Yani 10 like geldiği anda ben o videonu paylaşacağım ve YouTube'a koyacağım. Siz de baxacaqsınız keyiflə.
Yəni çox gözəl bir kanal idi, amma biraz da yəni çox gözəl kanalım var idi ondan, amma çəkmədim çünki izlənmələr çox aşağı idi də, yəni çox aşağı idi. Həmçinin də izlənməm çox düşmüşdü. Yəni əvvəl yəni adam ilk video atanda izlənmir, amma biraz keçdi. Yəni bir ay zat keçdi, bir görsən 200 izlənir, 100 izlənir, 50 izlənir, 10 izlənir. Və 100 qazandıq dostlar. Mən bunu istəyirdim və dostlar mən istəyirəm ki, Cristiano Ronaldo'ya Ballon d'Or qazanım, 6-cı Ballon d'Or'unu qazandırım. Amma olmayacaq çünki o kupaya ala bilmədi, uduzdu. Eybi yoxdur, udsaq da olar çünki ligi daha almışıq. Haydi PSG. Cristiano Ronaldo, Neymar, Vitinha çok güzel üçlü. Böyle niye elədim ben? Atak Ronaldo, Neymar, Ruiz, Vitinha, Hakimi, Hernandez. Hə, belə olsun məncə. Məncə də belə olsun. Hernandez stoperde. Safon Blue. Məncə də çox gözəl bir oyun 11 oldu. Liverpool'la maçımız var, 6-0 tutduğumuz takım. Haydi PSG ile bərabərə qalırıq və Ronaldo 88-ci dəqiqədə atır. Çox gözəl. Adamın 40 yaşı var bəlkə də. Heç yaşı var adam. Nə dedimsə 40 yaş yoxdur demədim. Mən 2026'da yəni mən 2026'da dünya çempionu kim olacaq? Çox merak edirəm. Mənim fikrimcə İspanya olacaq. Ən birinci yerdə İspaniyadır çünki Lamine Yamal var. Çox yəni Gavi var. Santraforda kim olacaq? Onu bilmirəm amma Rodri zat. Gözlüm dostlar, İspanya milliyet, İspanya. Onu göstereceğim size. İspanya, 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 Spain. Spain, 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 Spain. Gözlüm dostlar, mən İspanya'nı tapım gəldim. Ve dostlar İspanya'nı tapdım daha doğrusu. Rodri Meo'da oynayacaq. Burada kim? Pedri, Dani Olmo, Carval, Alex Remiro, Grimaldo. Bir de Nico Williams falan oynayacaq. Lamine Yamal 17 yaşında oynayacaq. Koke. Sonra kim var? Bir de şey var. Nico. Ha, Nico Williams diyesen. Nico Williams ha burada Atletik Kulüb'de oynuyor. O da oynayacak. Ruiz Brahim. Ayda 29. dəqiqədəyik. PSG və dostlar Liverpool'u uduzdurup evine göndəririk. Ümumi skor 4-1. PSG. Haydi PSG. Cristiano Ronaldo. Hat-trick. Haydi PSG. Ayda 30 dəqiqə olacaq. Haydi transferi atlayıram. Çünki 30 dəqiqəsindən aşağı olmasını istəyirəm.
Haydi Cristiano, haydi Neymar 70 ve 71. Haydi Şampiyonlar Ligi Arsenal. Haydi PSG, haydi PSG Osmane Dembele. Haydi 30 dəqiqəni keçdi, yok. Arsenal, haydi Arsenal. Arsenal yerine PSG olmalıydı. Cristiano. Ve finaldayız. Finala adımızı yazdırdık. Atletico Madrid'e karşı oynuyoruz. Haydi haydi. Chelsea, Manchester United kazandı. Haydi. Neymar. Hakimi, Emery, Dembele, Ronaldo. Haydi PSG, PSG, Cristiano. Cristiano Ronaldo men Şampiyonlar Ligasını kazandık. PSG ile yine kazandık dostlar. Çok hala dostlar. Inter Miami ile maçımız var dostlar. Messi vs Ronaldo. Yani yeni kapışma izleyeceğiz ve ilk 11'de oynuyor Messi. Ronaldo da həmçinin ilk 11'de oynuyor. Çox qəribə bir maç olacaq. Onu izləyirik. İnşallah, yəni mənim tərəfim dostlar. Hər ikisinin bərabər oynamağıdır. Çünki artıq qolları görə bilməyəcəyik. Çünki artıq onlar yaşlandı. Oğullarını futbolu buraxdılar. İstəyirlər ki, oğulları onlar kimi futbolu davam etdirsin. Artıq Cristiano Ronaldo ile Messi qolot olaraq tarixə keçdi. Mən özüm dostlar Messiciyəm. Çünki bəziləri bilər mən Messici olduğumu. Bəziləri bilər mən Messici olduğumu. Həm də dostlar, mən əvvəl Ronaldo fanı idim. Messi fan oldum. Çünki orasını açmayayım. Amma bu maçda görəcəyik kim qazanar. Mənim fikrimcə heç kim bərabərə olacaq ya da penaltılarda kimsə vuracaq deyə bilirəm. İnşallah Messi ile Ronaldo'nun qolu olar burada və başlayaq. Cristiano Ronaldo versus Lionel Messi. Dostlar, gözünü bağladı. Kim mutlu? Cristiano Ronaldo gol atır ama Messi atar bilməyib dostlar. Eyb yoxdur, can sağ olsun. Lucas Torreira. Dostlar, sizə nə dedim? Demədim. Due 80 overall alacaq gələn sezon. 77'den 3 overall gəlişir. Neymar, Brian Cristiano. Bu sezon 3 kubok kazandı. Məncə təbrik edirəm. PSG Avrupa Kupasını İspanya kazandı. Amerika Kupasını Arjantin, Japonya, Yeni Zelanda. Belə dostlar, məncə Yeni Zelanda həmişə olar yani. Fil dişi sahili. Afrika Uluslar Kupasını kazandı. Japonya o da kazandı. Japonya'da dostlar ve dostlar Ballon d'Or Ronaldo kazanmıştır. Ronaldo kızıl topu kazandı. Kızıl top yerine kızıl ayakkabını kazandı. Donnarumma, Mbappe olsun, o da kızıl ayakkabını kazandı. 5. kızıl ayakkabısı oldu. Neyse dostlar, bölümümüzün sonuna geldik. Umarım videoyu beğenmişsinizdir. Ve dostlar 4 kubok kazandık.
çox əla oldu mənim üçün dostlar. Bəli dostlar, çox əla oldu mənim üçün. Buranı belə sıxam elədim çünki lazım olacaq. Və dostlar, belə alındı. Serimiz belə alındı dostlar. Və umarım yaxşı bir karyera eləmişəmdir. Və bu sezon PSG ilə 4 kubok qazandıq. Və Ballon d'Oru amma Mbappe qazandı. Olsun, yenə də Ronaldo qazandığını qazanıb. Özü də çox yaxşı oyuncudur və artıq son illərini yaşayır. Onun üçün də dostlar, son illərini yaşayır nə idi? Son illərini oynayır demək istəyirdim dostlar. Və 90 milyon euro bütçəmiz var. Dostlar, yəni PSG-nin davamı gəlməyəcək. Bunu sizdən söyləyeyim. PSG-nin davamı gəlməyəcək. Çünki bu bir bölümlü bir seridir. Amma dostlar, Galatasaray Rebul gələcək hər gün. Amma mən istəyirdim ki, PSG ilə gəlsin. Və dostlar, belə alındı. Neysə dostlar, sağ olun, salamat qalın.